Sabahınız xeyir qızlar. Səhər açıldı və mən evi yığışdırıb Toğrulun icrasına getməliyəm. Ona görə deməli, nə etmək lazımdır? Çəkiliş etmək lazımdır. Bəli, çəkiliş edirəm. Sonra isə sizi özümlə Toğrulun icrasına aparacağam. Birinci dəfə icrasa gedirəm. Oradan isə anamgilə getməyə fikirləşirəm. Bir neçə ziyafət geyimi var, onları yoxlamaq lazımdır. Videosunu çəkməliyəm. Oradan da bazara gedəcəm və s. və ilaxır. O pışım davamını izləmək üçün mütləq, görmək üçün daha doğrusu mütləq videonun sonuna qədər izləyin və bəyənin. Hələ ki qabları yığım maşına. Daşı davam edək. Həyatımda yeganə əşyadır ki, deyirəm ki, nə yaxşı bunu almışam. O deyir, hayatımda bir kez doğru karar verdim, onu da çok geç verdim diye. Həqiqətən də bu qabyon mənim həyatımda hal-hazırda ən böyük doğru qərarımdır. Bildiyiniz mənim əlimi tutur, əlimdən işlərimi asanlaşdırır. Yəni bir gün almaq fikrimdə olsa qəti tərəddüd eləməyin. Arada deyirəm ki, niyə bu vaxta qədər almamışam da, yəni niyə mən? İnsan bu qədər mi əziyyət verməyi sevər özünə deyə düşünmüşəm. Və sonra demişəm ki, evi olması, narahat olma. Yəqin qismət beləymiş. Belə özümə də təsəlli vermişəm. Mən hər şeyi qoyuram, yəni adam var ki, qazan qoymur, aynə biləm şeyi qoymur. Yəni video çəksən mi? Mən siz. Benim sənətə gəlirsən, bu videoda sənə necə gəlirsən? Adam var ki, qabyona çox şey qoymur, amma mən hər şey qoyuram. Yəni mənim üçün fərqi yoxdur ki, qazandır, boşqabdır. Seçil də oradan al qoyuram, bir də seçmək. Qazandır, boşqabdır, nə bilim nədir. Mən hər şeyi qoyuram. Bunu da ki, açdıq setkasını. Çoxdan işlədirəm, heç açmırdım. Deməli, burada nə var? Nə üçün nə toğru? Bu toğru, safetkanı sən atmışsan bura, bala. Nə safetka? Bunun içində safetka var. Aç baxın. İçərisindən çıxart baxın. Hər şeydən, bura mənə iş gör. Güya mənim oğlum mənə kömək edib. Baxın, sizə oldu safetkayla. Sağ olsun. Mən yemişəm. Bəs kim eləyib? Mən yeməmişəm. Atam eləyib, atıb içinə. Atan görmür qoyanda safetkanı. Görmür. Nə safetkanısınız eləmişsizsə, qabyona qabyozmək üçün çəkilmiş deyil ha? Mən Sonra onu təqdir edin. etmə səsini deyil. Bir dəqiqə içində təmiz bağlayırsan. Yeməyin işi amma çətindir. Ətli yeməyin işi. Bunu təmizlədik. Orada başqa heç nə yoxdur ki. Yox. Bunu təmizlik edirəm. Nə deyirsən Toğru? Deyəm ki, sənə icrasına başqa dərsə gedim, yoxsa eyni dərs Yox, mi? sən dərsə gedirsən. Mən də gedirəm icrasa. Görüb müəllimə deyəcək ki, Toğru məsələn yaxşı uşaqdır, dərsini yaxşı oxuyur, qiymətlərini yaxşı alır və s. və ilaxır. Başa düşdün? Sonra? Də heç nə, nə sonra? İcrasın söhbətini deyəm, mən. Sonra da heç nə, sən dərsə girəcəksən. Təzə dərsə? Bəli, təzə dərsə. Mən də qayıdacam evə. Nə? Başa düşdün? İnanamıyorum, sən təzə dərsə aparsan. Mebelimi görürsünüzdə qızlar, yeniləmişəm. Bəli. Bu qız qoçaq qızdır. Bu qız nələr eləyə bilən qızdır. Bir dənə nə qalır? Bu mebelin bu hissəsini yeniləmək. Buranın rəngini dəyişəcəm ki, çünki ora ağdır, bura tünd bozdur, bura sarı fasondur, qəşəng görsün. Buraya tapmışam qısa çörək. Yox, o deyil. Get o birisinə bax. Bax, ortasına. Bir, O deyil onu. yaxşı. Sadə toxtadır, üstündə heç nə də yoxdur. Onu da tapa bilməyəsi. Burası sonunda get başını qarışdır, burada ben yorma. Bunları qoyaq bura, hələlik. Axşam saat 12-yə qədər iş görmüşəm. Gecə saat neçə idi? Durdum, özümə şey əritmədim, kov edəcək.
Anam sağ olsun süt vermişdi. Sütü de qəşəng soyur sütlə. Ləzzətli. İçdim, oldum. Fresh insan, yenilənmiş insan. Neyse böyle. Nə daha doğru olur. Bir dənə iş tapşırırsan. Daha ana deməkdən səni gic qoyurdu uşaq. Aldım, bu da havaya. Nədir o? Gələm gözlə. Niye? Gələm tapan da 5 saatdır şey axtaracaqsın. İndi tapa Bak, bu bilməyəcəksən. değil. Bu değil yanı. Yox. Gözlə gələm. Sizə toz sorandan malıdır. Prosta gedim bunun izasına qoyun bunu. Bəyən deyilmi? Götür apayla. Gedim bunun izasına qoyun. Ondan sonra gəlib toz soranlayacağım. Saat uca 11'e işləyib. 11'də Ben də video bizim izasına qoyacağım. çeşeceğiz. Paltarları yumuşam, hal-hazırda ipdədir. Toğrul bəy deyir ki, video çəkəcəyik otağımıza. Gəl Toğrul. Geldim, geldim. Buranı dübəlli eləmişəm, baxın. Kopasından çıxartmışam. Yumuşam, yəni atmışam yummağa. Gel gözləyirəm. Bura isə Toğrulun otağıdır və bomba atıblar bura. Bax, neçə gündə yığışdırsan, eyni şeydir. Ana görmürsən, işte kruga yığmışam hamısını kruga. İruşqalar bu. Hə. Allah köməyin olsun, ay Toğrul. Heç akşam vaxtında bir də söz dedi mənimə. Sağ ol, toğul, yığışdırdığın Hamısı məndən sağ ol gözür. Deməli, dədə çöp götürür, deyir ki, Asiya, sən mənə niyə sağ ol demirsən, mən sənin üçün falan işi gördüm. Bala çöp götürür, sağ ol istəyir. Abala, mən bütün günü burada səhərdən axşama qədər işləyirəm. Biriniz mənə sağ ol deyirsiniz. Yox. Niyə demirsiniz? Deyil, sənədən. Eləmə, ana. Sən sağ ol deyil, sən evlədim, sənə sağ ol. Bax dediniz mənə. Gün axşama qədər ev işi, çöl işi. Ben oldu. Çay içəndə hər gün deyirdi ki, Ayşe zəhmət olmasa mənə çay gətir, onu deyirdi. Sonra gətirdim, sən sağ ol deyirdi. Nə oldu, o sayılmır? Onda çay gətirəndə sağ ol demirsinizsə, bəs eləyir də, hə? Yox, bəs Amma mən eləyir. də sənə bir dəfə sağ ol deyirəm də. Sən niyə təkrar məndən sağ ol gözləyirsən? Hə? Bu bir sağ oldan başını sıxırsa, məsələ orasında. Elə mənim üçün vacib deyil, demək yox. Mən qəbul elədim. Axı sən sağ oldan başını sıxırsan, sən niyə dəqiqləşmə sağ ol demirsən? Eləmə, incidirsən. Yaxşı ol. Mən tələsirəm, sən onu çıxardırsan. Doğru. Evet, Ol, bəs oy, dedi. evet. Yığışdır. Yo, qaçmıyor. Yığışdır. Sağlam olsun. Sağ ol. Min dəfə sağ ol, Sağ ol. Sən gəlincə mən yığışqaları yığışdığım paraqsa qoyun. Yoxsa mənim o yığışqalar bu əsərlərdən toxunur. Sən ancaq yığışqa oynayırsan, bir 5 yaşın var. Sən 1 yaşın var yani. Bəli, 1 yaşın var, məsəl bildim. Sən dedin. Sən 1 yaşın var. Yorğanımı buradan götürürəm, doğru. Sən yorğanda yatırmışsın, bax. Mən burası bilmirəm ki, nə tər edeyim. Dağıtma, dana qurban, indi dedim axı. Yorursan ya Allah haqqı. Saçın görün. Oy! Bunlara qoyun içindən bunu. Sərgəli dursun bir qıraqda. Yorğanı örtürəm, gələm görüm ki, üstündən atmışsan, tər də yuyub aparırsan. Tərif yolunu yaparım. Nə vaxt görmüşdün? Hər gecə mən gələm, sənin üstün tərləmiş vəziyyətdə görürəm. Ay bala, bu sakit demədən uşaq ol. Sən mədən uşaq ol. Hə, neyse ki. Sən nazik deyil bu. İbrahim gecəyim, dur tezə, tez gedir. Döşək, bax, yorğanı götürdüm. İndi bu yorğanı harada yer tapacaq? Bura bax. Buraları yığışdırım. Hələlik o birisi kır şeyləri girdim. Canımın Toğrul bəyin paltarlarını. Bax, nə tərtəmiz yerdim bir dəqiqə arasında. Deməli, bu bəy dədəşin paltarlarını verdim. Bu şalvar tapa bilmirəm. Bu şalvarı əstə. Şalvarı tapa bilmirəm ki, bu şalvarı bağladım. Ceyin. Kalqotkan burada, maykan burada, Toğrul. Bir dənəcə görüm paltarlar haradadır. Burada bir sürü paltar var. İndi sizə də göstərəcəm. Qoy belə qalsın. Nə qoy təbii, Toğrul. Onu da atarım.
dənə şalvarı da. Bu Beydadaşın idman şalvarı. Bu da idman koftası. Bir dənə də demişdilər təmiz corab qoyunur. Təmiz corab da var görək burada. Təmiz corab, təmiz corab. Bu da təmiz corab. Söt oğlum. Gəl bala, hazırsan. Bir dənə də Michael qoyum elə belə. Bu əlində bir şey lazım olur. Çox. Bunları aparıb qoyum. Baxçasını kalamı əlməli. Benim altına qoyuram, bir də görüm götürüb aparıb qoyub baxçada məsədə qalır. Bunu da bura qoyduq. Sən hazır, mən gedirəm əynimi dəyişəm. Makyaj eləyəm, sən də dur hazırlaş. Yox, videoma. Mənə qızlar, ceyimin hazırdır. Boşda bilməm, bu pencəklə mi ceyinim, yoxsa bu pencəklə mi ceyinim? Belə bir pencəyim də var. Bu pencəklə mi ceyinim? Bu pencəyin üstündə qanatdan, nə deyirlər buna, düymələri falan daha şeydir, şıqdır. Belə də var, bir də o birisi variantda var. Bilməm, indi hansı ilə daha yaxşı durur sizcə. Belədə də yaxşıdır. Əslində jaketim olsa, bunun üstündə mən fikirləşdirmişim ki, bu açıq rəngdə, malus rəngdə jaketlər olur, qalın. Onunla geyinmək istəyirdim əslində. Sıtırmayın, görsən necə idi. Üstü yoxdur bu dəqiq onunla. Nətər eləyim bilmirəm. Başqa necə yapı bilərəm? Kalqotqanın üstündən ceyin. Bunlar hiç etmeyecek. Bir dənə də belə bir ceyimim var. Rol benzasını 2 dəfə gedirəm. Ona görə istəyirəm ki, biraz daha viddi fazonlu, səliqəli görünüm. Bu necədir? Platya. Onu da ceyinə bilərəm. Qulunda yoxluq görək bu nələr var. Belə bir şey ceyindim. Klasik bir platyadır. Yine bu da qəşəng görsənir. Oligarxik görsənir. Toğrul bəyin birinci icrası üçün məncə daha yaxşıdır. Hə, Toğrul? Hələ var. Gör sənin icrası var, necə özənlə hazırlaşım. Deyirəm Toğrulun valideynlər desinlər ki, ay Toğrul eləmə, ana qurban. Ay Allah, dəli olacağım mən. Allah'a and olsun. O saçımı dayamaq istəyirdim. Oradan başqa darağı götür. Sən niyə bunu tərpədirsən axı? Sən tripodla nə işin var? Onunla eləmə, onunla mən eləyirəm. Mən deyirəm. Yaşlı darağı götür. Nə işin? Bu da orada daraqlarını götür. Deməli qızlar, məsələ nədir? O birisini eləyir. Rəngləri seçə bilmirsən, hə? Bu nə boydadır, bu nə pisdir. Deməli qızlar, məsələ nədir? Məsələ odur ki, mənim oğlum ümumiyyətlə çox belə dedikcə nədinc uşaqdır. Nədinc nədir? Yəni ki, dinc durmur da bir yerdə. Bir yerdə durur mən aşağı. Ona görə məni biraz incidir. Mənə biraz incitmir. İndi saçlarımızı da daradığımıza görə bir dənə gözdə tələsmə verirəm. Ay Allah, mən bunu bilmirəm. Oğlan doğmuşam bacı, yoxsa qız? Az qalsın deyəcək ki, broşkalarımı da ver, mən taxım. Yeri. Oy! Əlimdən darağı alır. Neyse. Saçımız da hazır, ceyimimiz hazır. Bu ceyimlər qalsın, burada gələndə düz qoş edirəm. İndi bir dənə üzümüzə neysə çəkək, tez bazar. Başlayaq hazırlaşmağa. Əslində burada qızıllarım da olsa yaxşı olardı. Qızıllarımı taxardım, postu görsənərdim. Postu mamaşa görsənərdim. Amma ki, yoxdur. Bəli, çünki ev tikirik. Ev tikiri isə hər şey ola bilər. Var, sən bayındır. Hanı? Deyə o da qızıya qapağı bağla. Bana bir şey ya, demə. Nə? Bunun aksesuarları da onlar. Nə? Qızıl deyil. Qızı deyil. Yox. Tanallimi çəkim, gəlirəm qızlar. Tanallimi çəkdim, gəldim, keçdik Rumyanaya. Qoyurum. Qoydum. Gedim mən də. Highlighter falan istifadə eləmirəm mən. Yəni, makyajı elə də böyütməmişəm də, deyim sizə.
ay belə estetik makyaj zad eləyirəm, elə bir şey yoxdur. Aslında eləmək istəyərdim. Amma nə bilim elə çox da şey eləmirəm də. Dədə baba makyaj eləyirəm. Tonalni, Rumiana belə şu qutardı. Geniş makyaj eləyən deyiləm. İndi keçək. Birinci pomadanı seçim. Sonra keçək. Kontrol çəkək. Linerim yenə də öz sözünü deyir. Qalınlıq göz qamaşdırır. Amma yenə də bir çarəsi yoxdur. Dəyişə bilmirəm barjı. Bilmirəm, gözüm yaşarır deyəndən saxır. Balazalaşdıra bilmədim. Həm də bu gözüm fərqli. Görsən bu gözüm fərqli. Niyə? Çünki bu gözüm şişib. Dünəndən ucu şişmiş. Dünəndən də daha doğrusu yox. 3 gündə elə çirklənir, şişir, təzədən qayıdır özünə bir də çirk eləyir. Nəsə belə qarışıq bir şeydir. Aslında çay pıçası deyirlər də qoymaq olar. Prosto nəsə şey eləyə bilmirəm. Həvəs olmur. İnsan canına niyə belə olur bilmirəm. Gərək əməliyyat olmasın, ondan sonra ağıla gəlib başına. Nəysə. Qızılar, mənim üzüyüm var. Mən üzüyümü taxdım. Bəsimdir mənim. Sepinə taxaq yaxşı, sepinə taxaq. Boğazım xoş qalmasın. Sep taxaq, yoxsa sırqa taxaq. Sırqa taxaq. Qoy görək. Bunları taxım. Belə bir şey. Ya da. Elə bunlar yaxşıdır. Amma öyebiliyorsun. Nə deyirsən ay ablam? Amma öye. Mənim oğlum yenə öz amplasındadır, gördüyünüz kimi. Amma öyebiliyorsun. Heç bir fərqi yoxdur, onun üçün həyatda qışqırmağım zaten. Bu hazır, sumkamı da götürüm. Özüm toxunmayam. Nəsə onunla toxunmayasın. Deməli, aşqılar. Bu sumkanı təzə almışdım Trendyoldan. Çox istifadə elədim. Bunu isə Sumqayıtda tanıyarsınız. Mağazalar evdən adı neydi ona? Ay sən toxunma. Haradaydı, neydi? Adı belə bir şey olmalıdır. Oradan almışdım. Bunu almışam. 90 neçə manat olmalıdır. 80 neçə manat çoxdan almışam. Bunu isə almışam 17 manat qəpiyə. İndi bu gözəl sumka mənim gündəlik sumkam kimi olub. Aslında bunun qarasında da qaz eləyə bilərmişəm. Qəşəng sumkadır yəni. Gündəlik istifadə üçün. Bu isə biraz daha belə özünü göstərmək istəyəcəyim yerlərə gedəndə taxlası sumka kimi taxıram. Əvvəllər daimi istifadə edirdim. Sonra belə əlavə sumka almışam deyə şeyləmirəm. Əslində sumkalarım çox deyə. Alanda da yəni çox şeylə alıram, həvəsindən alıram, yığıram ora. Amma ki, istifadə edəndə rənglərini falan uyğunlaşdıra bilmirəm. Sumka saatı qoy yerinə, atan gəlsə görsə əsəbləşəcək. Nəyəsə başmışam, istəyirdim bir dəfə. Doğru, onu sənə elə belə həyata bazıya düşəndə deməyib, bala. Elə belə sənin yanında dedi ki, tax. Amma dayı sən gündəlik dərsə gedirsən indi bir dəqiqə. Bu nə ki? Bu da çöynə şaya bu. Bu nə ki? Nasıl tapmadıq bunu? Bizə lazım olan. Onu kaşloku götürüm. Yeşilyoku götürək. İçinə pul da qoyaq təbii ki. Pulsuz kaşloku neyinirsən? Aysel. Sən də sayasın mağazadan. Mağazadan bilmirəm. Görək şirniyyat alsaq sənə bir şey alaq. Yolda dərsə gedəndə yeməyə. Bunu da götürdük. Məncə qutardıq. Çıxa bilərik. Amma ayağında atama deyəydi. Videom belədir. Atama deyəydi ayağında. Atama deyəydi. Burada imzasına hazıram. Belə klasik bir geyindim. Görək bizim bu balaca bəy haqqında nə deyirlər. Şeker hastasıyım. 5, 2, 2, 1, 9, 8, 7. 46. Bakın 46. O sıfırlar bu yandadır. Haca. Qızlar, salam. Necəsiniz? İşıq görsünüz, mən necə qoyum ki, videomu çəkəm. Mən normal işıqlı yer tapmadım. Qəti mümkünü yoxdur. İşdən gəlmişəm, mini bir alışveriş eləmişəm. Ona görə sizinlə açmaq istəyirəm. Gələn kimi əynimi dəyişməmiş eləyirəm ki, daha belə fresh, qəşəng görsənim. Nəysə.
Deyək görək əylənək. Burnumun deşiklərinə baxın. Çöldən qışqırır ki, mən varam. Bu niyə bu boyda oldu, mən bilmirəm. Deməli, reteynerdən danışım biraz sizə. Arada deyirlər ki, reteyner asması çətindir. Valla çətindir, yansın çətindir. Taxırsan burnuma bir iğne ucu boyda yer qalır ki, oradan nəfəs alsın. Ondan alınan nəfəs nə olacaq? Nəysə, həkim də deyir ki, bundan daha yaxşı nəfəs alırsınız. Niyə? Yalansa sən gözə, güllə dəysin elə. Yəni, ürəyimdən gələn budur. Artıq yaxşı şeylər deyə bilməyəcəm. Çünki mənim yaşadıqlarım mənə bəs oldu. Nəysə. Nə deyəsiydim? Reteyneri taxıram, burnumun deşikləri enər o nəbutdana. Dediklərinə görə bu tam qutarandan sonra çıxardacam və normallaşacaq. Ümidim yoxdur, amma yenə də nə bilim. Ümid edirik ki, həkimin dedikləri düz çıxar. 4 ay deyir gecə-gündüz. 4 ay gecə-gündüz. Dünən gecə boğulurdu, nəfəs ala bilmirdim, narsız. Adam əməliyyat onlar ki, qəşəngləşər, bir rahat nəfəs alar falan. Bəs mən ki, əksinə, biz aşağı dımırlanırıq, görək harada qılacaq. Nəysə, aldıqlarımı göstərim. Pambıq işlətməklə, bu diskləri işlətməklə disk qalmır evdə. Mən gah bundan üzümü siləm, gah burnumu siləm, gözümü siləm və yəni sırf bu əməliyyatdan sonra vəbşə çox işlənir. Gündə pambıq alıram. Ona görə o çox işlənir bu aralar. Salfetka. Bir evin olmazsa olmazı salfetka. Nə qədər də olsa alırıq yəni. Və özümə kapron almışam. Bəli qızlar, kapronum yox idi. Qızın popşum bağlayım. Ayıbdır, göstərməsin. Kapron aldım. Göyçayda 3.90. Başqa mağazalarda baxadı. Yəni, almaq fikriniz varsa, Göyçaydan alın. Sumqayıtda yaşayırsınız əgər. Yaşamırsınızsa da bilin də, vəziyyət budur. Sonra mən oluşum yuxa sevəndi. Ona görə yuxa almışam. Motoruma yuxa almışam. Az yuxa. Yuxamızı da qoyaq bura. Yaddan çıxmasın. Qalır yerdə. Yer dediyində hansı bir qrafda da. Görsən, quruyur, xarab olur. Heyf olur, gedir. Və özümə güzgü almışam. Bəli. Neçə var? Sındım. Görürsünüz, yazığın qisməti açılmış. Neçə vaxtdır güzgü deyə qalmışam. Ağır gözümə ayna söyle bana benden güzeli var mı bu dünyada? Dedim ve güzgü aldım. Geldim. Bunu da Sumqayıtda, bazarda, karvanda, orada burada axtardım, tapmadım. Neyse, bugün Göyçaya getmişdim. Bir kəskiklər vardı, onları alım. Gördüm ki, bu var. Bunu da aldım. 5 manat 20 qəpik. Yəni, əlavə sualınız olsa verə bilərsiniz. Belə bir şeydir. Bir tərəfi böyük göstərir, bir tərəfi kiçik göstərir. Qəşəngdir. Ben like etdim yəni. Mənim mebelimin güzgü karesini bir etlədi. Ona görə yəni mən oradan normal üzümü görüb bəzənə bilmirəm. Bazısı. Və sezon göyərti sezonudur, bilirsiniz. Göyərti də almışam. 5 dəstəsi 1 manat. Göyərtiyi necə təmiz saxlayırsınız, necə sveji saxlayırsınız. Siz alın, arada yazın, mən də saxlayın. 2 gündən artıq mən göyərti saxlaya bilmirəm. Cəmaat deyir, onu təmizləyirik, bir həftə qalır, bacı nətər oldu. Mənə də denəndə nə olar? Şimdi mən də sizdən bir şeylər öyrəndim. Bu da üzümdür. Bizim balaca çiçeği. Ümumiyyətlə çox vitaminli yesin deyə çalışırıq. Bilirsiniz də onun biraz problemləri var. Ona görə üstündə əsərik. Görək nə hazır olsa. Allah'tan sağlığı ilə sınamasınız yox heç. Ondan ki üzüm almışam. Böyle. Sonra nə deyim bacılar. Sonra nə deyim. Deməli səhər tezləndən nə olsa yaxşıdır. Burnuma dəydi. Nədə adı? Asılqan ip yoxdur, o dəydi. Baba düz buradan dəydi özdə. Elə prost paltarları yığmışdım. Yəni ipdən yığmışdım. O da belə bir dala qabağa gəldi, çorank girdi burnuma. Buradan. Canım burnum. Minnoşum. Dedim, az hara əyilirsən? Hələ sən mən salamat halı görməmişəm. Mən bu etdən xərc çəkmişəm. Bu etdə əziyyət çəkmişəm. Ölmüşəm, dirilmişəm. Kör qalmışdım az qalsın. Yüzən səndən bir şey çıxmayacaq. Neyse, axır belə. Buranın çapını görürsünüz də. Görməyin amma. Görməyin. Çünki mən görmək istəmirəm. Neyse, o gündən dolma bükmüşdüm. Arvadlıq eləmişdim. Dolma bükmüşdüm. Canım özüm. Yarpaq dolması bükmüşəm. İnşallah salamatçılıq olsun. Yaxşıcına pişsin. Axşama kocama yaxşı yemək eləyim. Yazıq həyat yoldaşım deyir, mən normalini kişi yeməyi pişirdirəm. Ay başa dönüm, kişi yeməyi pişirirəm də. Soğuzdu, bozbaşdı, bəyəm kişi yeməyi deyir. Yox, dolma. Yəni bizim evdə dolmazat kişi yeməyi sayılır. O birisilər kişi yeməyi sayılmır bacı. Neyse, əynimi dəyişeyim. Siz də özünüzdən müqayət olun.